Hər vaxtınız xeyir olsun. Bugün həftənin cümə günü və deməli əslində mən efirdədir. Bugünkü qonağım çox işgüzar bir şəxsdir. O qədər çox işləri olur ki, onun müsahibə verməyə demək olar ki, vaxtı olmur. Amma bugün məhz bizim üçün məxsusi olaraq vaxtını ayırıb, o qiymətli, dəyərli vaxtını ayırıb gəlib. Mənim bugünkü müsahibim çox gözəl bir xanım və bizim millət vəkili, həm də yazar Qənirə xanım Paşayevadır. Xoş gəlmişsiniz Qənirə xanım. Çox sağ olun, təşəkkür edirəm. Mən də təşəkkür edirəm ki, məni dəvət edibsiz. İnşallah ki, gözəl bir söhbət alınar. İnşallah. Çox sağ olun ki, vaxtınızı ayırıb gəldiniz. Həqiqətən də biraz bu belə paradoks təşkil eləyir. Bir tərəfdən hüquq müdafiəçisi, millət vəkili, işgüzar xanım, o bir tərəfdən isə kövrək qəlbli, həssas mövzulara toxuna bilən və tam belə deyək də şair təbiətli Qənirə xanım Paşayeva. Qənirə xanım bu iki təzadı necə özündə birləşdirə bilir? Mən hesab eləmirəm ki, siyasətçi, millət vəkili duyğusuz insan olmalıdır. Onun duyğuları olmamalıdır. Tam əksinə. Mən hesab edirəm ki, hər bir insan ilk öncə insan olmalıdır. Mənim atamın çox gözəl bir sözü vardı. Biz orta məktəbdə oxuyanda yaxşı oxuyurduq və çalışırdıq ən yaxşı oxuyaq. Atam deyirdi ki, qızım, hansı sahənin deyirdi, peşəkarı olursan ol, həmişə yaxşı olmağa çalış. Amma yadında saxla, ən çətin şey adam olmaqdır. Adam olmaq hər şeydən daha çətindir. Ona görə hər bir insan təbii ki, duyğusal olmalıdır. Onun duyğuları olmalıdır, həssas olmalıdır, başqalarının acılarını anlaya bilməlidir, paylaşmağı bacarmalıdır, içərisi sevgi dolu olmalıdır. Yəni, insani dəyərlər dediyimiz dəyərlərə malik olan insan olmalıdır. Və təbii ki, cəmiyyətdə siyasətçisindən, millət vəkilinə, idarəçisindən, sənətçisinə, yazıcısından, jurnalistinə, hər kəs bu duyğuları daşıyır. Amma yazar təbiətli insanlar, şairlər, yazar təbiətli insanlar, rəssamlar, yaradıcı insanlar biraz bu duyğulara daha həssas şəkildə malikdirlər. Bu da Allahın bir vergisidir. Bilirsiniz, yazmaq, mən yazıcı olacam deməklə yazıcı olmaq olmaz. Mən şair olacam deməklə şair olmaq olmaz. Musiqiçi olacam deməklə musiqiçi olmaq olmaz. Bu Allahın bir vergisidir. Allah əgər sizə yazmaq vergisi verirsə, şeir yazmaq, o duyğuları şeirlə ifadə etmə və ya rəsmlə, musiqi ilə, bu Allahın insana verəcəyi çox böyük bir hədiyyədir, lütfdür. Və bu insanlar başqalarından biraz daha duyğusal olur deyə bilirim. Bilirsiniz nəyə görə soruşdum? İş orasındadır ki, bu məişət problemlərlə bağlı baş qarışanda sanki təbə vaxt olmur. Yəni təb gəlməlidir axı siz ki, bu şeyləri yazırsınız, yəqin təb gəlir yazırsınız da. Şəxsən mən belə bilirəm. Vaxt necə çatdırırsınız ki, beyniniz dincəlsin, biraz romantik ab-havaya düşməyə mi deyil? Bilirsiniz, yazmırsınız. Mən bir dəfə bir yazımda da var kitablarımın birində ki, mənə 3 dostum şeiri necə yazırsan sualına sual verdi. Üçünə də cavab verdim və məncə heç biri inanmadı, səmimi də hesab eləmədi. Şeiri yazmırlar, şeir yazdırılır. Razıyım. Yazı yazılmır, yazı yazdırılır. Onu sənə yazdırırlar, o şeiri sənə yazdırırlar. Və belə bir şey yoxdur ki, insan elə bir insan ola bilər ki, sizin boş zamanınız var, kifayət qədər 2 saat. Oturun ki, mən şeir yazacağım, yaza bilməzsiniz. Amma mən elə olub ki, bir şeiri gecə rayona yol gedirəm, qaranlıq, maşının işığını yandırmışam, Amma tam romantik bir ab-havadır yeri gəlmişkən. O başqa bir duyğudur, o yazdırılır. Yəni, sizə məni yaz deyir, məni yazmalısan, bu hekayəni yazmalısan, bu məqaləni yazmalısan, bu şeiri yazmalısan. Bu başqa bir duyğudur və mənə sizcə bunu yazdırmaq üçün dedim ki, bunun üçün özəl dostlar lazımdır, kimlər lazımdır dedi. Amma mən heç o dostları sənə tövsiyə etmərəm dedim. Nə dedi? Dedim, insana onu nə yazdırar? Tənhalıq, yalnızlıq, acı, kədər. Amma sizin ona vaxtınız olmur. Siz tənha qala bilmirsiniz axı. Siz daima işi yadınızda saxlayın, hər bir yaradıcı insan daxilən tənhadır. Razıyam. Bir yaradıcı insan, o yaxşı bir sözü var. Deməli, təklik və tənhalıq O yaxşı bir sözü var. Deyir ki,
qalabalıqlar içərisində, çoxluq içərisində tək qala bilmək. Deməli, təklik və tənhalıq. Təklik bir başqa, sizdə bir tənhalıq. Hər bir yaradıcı insanın bir daxili yalnızlığı, tənhalığı var. Qənirə xanım, nə oldu belə siz ki, belə ünsiyyətçil xanımsınız sizin ətrafınızda? Yox, bu onunla bağlı deyil. Sizin öz dünyanız var. Siz öz dünyanız, o elə bir dünya dolara başqalarının toxunmasına icazə vermirsiniz. O ancaq sizə aid olan bir dünyadır. Və mən hətta bir silsilə yazılar yazmışdım. Yəni bu biraz təsavvuf üzərində yazılar. İnsanın özünü axtarması, kimliyini axtarması, özünü axtarması üzərində bu özümə yolçuluq adlanan bir silsilə idi. Və mənə hətta bir sual da verirdilər ki, necə insan özünə yolçuluğa çıxa bilərmi? Mən deyirdim ki, dünyada hər yolçuluğa çıxmaq çox asandır. Dünyada ən çətin şey insanın özünə yolçuluğa çıxmaqdır. Çünki insanı kamilə gedən yolda özünə yolçuluqdan keçir. Və hər bir insan özünə yolçuluğu keçmədən insanı kamilə, gerçək insan olma yoluna qədəm qoya bilməz. Amma insanı kamilə gedən yol asan deyil. Ona görə mən özümə yolçuluq silsiləsini yazanda ilk kitabım məndən sonraydı. Çünki özünə yolçuluq məndən başlayır. Məndən keçmədən başlayır. O mən sözü var. Bilirsiniz də cəhənnəmin qapıçısının adı Malikdir. Sən nə zaman çox mən deyirsənsə cəhənnəmin qapısı açılar sənə. İnsan məndən keçməlidir. O məndən keçmədən ona nəfs-i əmmarə deyirlər. İnsanı kamiliyə gedən yolun birinci mərtəbəsi nəfs-i əmmarədir. Deyən nə? İdarə olunan nəfs. Nəfs olacaq insanda. Amma o insanları ki, nəfis idarə edir, o insan insanlıqdan çıxır. O insan ki, öz nəfsini idarə edir, o nəfsi əmmarədən çıxaraq artıq insanı kamilin yoluna gedə bilir. Siz tapa bildinizmi o yola artıq çıxmısınız mı? Hər bir insan çıxmalıdır. Hər bir insan çıxmalıdır və mübarizə aparmalıdır. Dünyada hər şeylə mübarizə aparmaq çox asandır. Dünyada ən çətin mübarizə insanın özünün özü ilə mübarizədir. Baxın, bu həqiqətlərə qədər olan Qənirə xanım və artıq bu həqiqətləri əldə eləmiş və bu yola çıxmış Qənirə xanım arasında çoxmu fərq var? Təbii ki. Təbii ki, biz doğulandan ölənə qədər biz o yolu getməliyik. İnsanı kamilə doğru gedən yolu getməliyik. Ondan sonra mən səndən sonranı yazdım. Sonra onu yazdım. Dördüncü də hesab vaxtını yazdım. Çünki insan hesab vaxtını hər dəqiqə düşünməlidir. İnsan hər dəqiqə ölümü düşünməlidir. Çünki ölüm hər dəqiqə bizim yanımızdadır. Və siz heç ölüm ayağında olan insanla söhbət edibsizmi? Mən belə insandan çox söhbət etmişəm, görmüşəm. Siz bilirsinizmi ki, ölüm ayağında olan insan sadəcə ona bir neçə dəqiqənin verilməsini nə üçün istəyir? Nə üçün istəyir? Etdiyi pislikləri təmizləmək üçün, qırdığı qəlbləri düzəltmək üçün, üzr istəmək üçün, bəlkə o dəqiqədə bir yaxşılıq eləyə bilmək üçün, etdiklərindən o peşmanlığın ağırlığı ilə dünyadan köçmək istəməmək üçün. Amma insan düşünmür ki, biz hamımız düşünməliyik ki, o hər dəqiqə var. Birinin haqqında bir söz dediyiniz zaman, bəlkə də yanınızdakı insanlar heç o insanı tanımır. Hər kəs daha çox mənfi danışmağa meyillidir, müsbət danışmağa yox. Amma gözəl görmək, sevgi dolu qəlb, gözəl görmək bilirsiniz nədir? Odur ki, hətta onun pis tərəfləri çox olsa da onun yaxşı tərəflərini görərək onu anlaya bilmək. Çünki anlayış əl uzadırsınız. Ön yarğı itələyəcəksiniz, siz onu təcrid edəcəksiniz və heç nə dəyişməyəcək. Amma anlamaq nə deməkdir? Əl uzadacaqsınız və siz o insana kömək edəcəksiniz. Cəmiyyətdə daha yaxşı bir şeylər yaranacaq. Bu günləri bizim o İsus Xristosun bir sözü vardı. Deyirdi ki, ilk daşı kim günahsızdır, ilk daşı o atsın. Bu günləri hamı daş atmağa meyillidir. Amma heç özünü düşünmür ki, mənim o daş atmağa nə qədər
ixtiyarım var. O Həzrət Şəmsdə də bu misal var. Deyir ki, ilk öncə deyir, o insanınız, bu qadını ki deyirsiniz, əxlaqsızdır və s. İlk öncə hansınız günahsızsınız o başlasın onu cəzalandırmağa. Ona görə də mən daha çox özümə yolçuluqda insanlara sevgi hissinin insanı və cəmiyyəti necə xilas elədiyini yazıram. Və insanın özünü ölənə qədər insanı özünü axtarmasının vacibliyini yazıram. Bax, biz dünyaya gələndə ağlayaraq dünyaya gəlirik, düzdür? Ağlayaraq dünyaya gəlirik. Amma xoşbəxt o insanlardır ki, ağlayaraq gəldiyi dünyadan köçəndə gülümsəyərək gedə bilirlər. Çünki ona qovuşur. Biz dünyadan köçəndə əbədi dünyamıza köçürük, yaradana qovuşuruq, düzdür? Yaradana mən bu ömrü gerçək insan kimi yaşadım və sənin yanına üzü ağ gəldim deyə o gülümsəyərək gözünü yummadan xoşbəxt heç bir şey yoxdur. Həzrət Mevlana'nın bilirsiniz də o misalını. O deyib ki, mən dünyadan köçəndə ağlamayın, məni toy büsatla yola salın, çünki mən yaradana qovuşuram. Ona görə də insan elə ömrü yaşamalıdır ki, bax o gözünü yumduğu anda, bax o gülümsəyərək həyata vida eləyə bilsin. Bunun üçün də insan doğulandan öz-özünü tərbiyə eləməlidir. Mən də özümü necə tərbiyə etdiyimi kitablarıma da yazıb, başqa dostlarla da paylaşmaq istədim. Yəni, mən bir yol başladım, öz-özümü tərbiyə, bir yol getmək istədim. Bəlkə sizə də maraqlı olar yazdıqlarım, düşündüklərim, fikirlərim və bunları kitablara çevirərək, o tasavvuf üzərində yazdığım yazılarım, onları yazdım. İnsanlar üçün maraqlı olar, bəlkə kimlərsə başqa cür baxmaq istəyər, mən də çox sevinərəm. Amma digər kitablarım, onlar araşdırma kitablarıdır. Onlar daha çox bizim tariximizə aid, məsələn, Xocalı soyqırımını dünyada tanıtmaq üçün biz Həvva xanımla birlikdə həm Azərbaycan, Türkçə və xarici dillərdə yazdıq. Akif Aşırlı ilə bərabər Bağanis ayrım soyqırımını yazdıq, müxtəlif dillərdə çap elədik. Sonra Qaradağlı icra nümayəndəsi ilə, Xocavənd İcra Hakimiyyəti ilə bərabər Qaradağlı soyqırımını yazaraq dünyaya çatdırmaq istiqamətdə işlər gördük. Şeir, belə deyək, publisistik yazıların başqa, araşdırma yazılar isə tamam başqa. Və yazmağı sevirəm. Mən həyatda belə bir gün yoxdur ki, nə qədər işim çox olursa olsun, saat neçədə gəlirəmsə gəlsin, mən nəsə yazmayıb, nəsə oxumadan mümkün deyil. Yazmaq mənə çox oxumağı da yardım edir. Çünki mən elə bir gün olmaz ki, mən nələrsə oxumuyum. Oxuyuram, daha çox oxuyuram. Gecə saat neçə qədər, çox gec yatıram. Saat 3-dən tez yatmıram. Ona qədər yazıram, oxuyuram və dincəlirəm. Və gec yatmanızdır, mən siz səhərlərdə erkəndən oyanırsınız. Oyanıram, bəli. O da sizin yuxunuz çox azdır. Çox azdır. Amma mən yorulmuram. Məsələn, o yorğun gəlirəm, o yazmaq məni dincəlirəm. Yəni, o yazanda o məni yormur. Tam əksinə. Mən elə bir yeni bir ruh alıram, dincəlirəm, daha fərqli bir... Səyahət edirsiniz. Bəli, bəli. Bu yazmaq məni heç zaman yormur. Məni daha da ruhən güclü edir. Şeirləriniz arasında məhəbbət şeirləri də var. Təbii. Onun Məhəbbət məktubları adlı kitabınız. Sevgi məktubları. O bir romandır, epistollar, bəli. Onu kimə ünvanlamışdınız bəz? O da Tanrıya olan sevgidir, yoxsa burada heç olmasa bir belə deyək də insani sevgi var? Bilirsiniz, sevgi insanın içində ən önəmli olan şey sevgi olmasıdır. Sevginin obyekti dəyişə bilər. Yaradana sevgi, dosta sevgi, hansısa bir qadına, bir kişiyə sevgi, təbiətə sevgi, heyvana sevgi. Yetər ki, o sevgi olsun. Dəhşət ondan ibarətdir ki, o sevgi olmasın insanın içərisində. Təbii ki, bu şeirlərin içərisində hər cür şeirlər var. Yaradana sevgi şeirləri də var, insana sevgi də var, ətrafa sevgi də var, dosta sevgi də var, anaya sevgi də var. Hər cür belə deyək şeirlər var ki, mən belə bir məqsəd qarşıma qoymuram ki, bugün
bu sevgiden yazacağım Ama diye bir gelir şey deməli, yoktur. aşık olmasa Ya, xanım tabii. eşq haqqında yaza da Tabii ki bilməz. insanın içerisinde bir de bilirsiniz şairler bazen bunu kimlerse şiir yazan insanlar bunu yaxşı bilir. Kenardaki insanlarda çok maraqlı yanaşma var. Onlar hesap edirlər ki şiir yazanlar ve roman yazanlar onlar ancak öz hayatlarını yazırlar. İnsan öz hayatını ne kadar Tabii yazabilir? ki. Bu mümkünsüz bir şeydir. Tabii ki yazdıklarınızın içinde siz de varsınız. Varsınız. İkincisi o başkalarından aldığınız duyguları siz öz içinizden geçirirsiniz. elətdirirlər O sizə. değeri tepeden dırnağa kadar geçirerek o sizi yazdırır. Bir de bu yadda qalan şeirlərinizdən biri bayaq siz ölümlə bağlı bir xırda da olsa bir mühazirə kimi bir danışdınız. Sizin şeirlərinizdən biri də bu gecə ölmək istəyirəm adlanır. Tünzali xanım da onu mahnıya çevirdi. Orada ölüm niyə bu qədər arzulanandı? O qədər mi vəziyyət pisdir? Yəni daxili aləm, daxilən belə tərəddüdlər və yaxud nəsə bəlkə xanım yana bir hisslərdir, sevgidən, ayrılıqdan əmələ gələn bir o belə bədxah hisslərdir. Yoxsa bayaq dediyiniz o tanrıya qovuşmaq istəyi? Yox. Yəqin ki dünyada minlərlə belə insanlar var ki bu gece ölmək istəyir. Razıyam. Belə Elə bir gecə insanlar bəlkə də var. yoxdur ki ölmək istəməsinlər. Ama bunun içerisinde eşkin büyüklüğü var. Bunun içerisinde ölüm istemeye rağmen yaşama arzusu var. Çünkü her bir insan o ölümü istəyir ama yaşamak da istəyir. Eyni zamanda eşkin büyüklüğü var. Eşk bilirsiniz nedir? Bizim dönemimizde eşki çok basitləşdirib gənclər. Eşkiyi ilgi veya sevgi qatına kadar endiriblər. Eşk 4 qatdan ibarətdir. Hətta. Bunun bir qatı ilgidir. Biz sizlə söhbət eləyirik. Siz bir insanla söhbət eləyirsiniz. Ona çox ilgi duyursunuz. Sizə çox maraqlı gəlir, ilgi duyursunuz. Evinizə gedirsiniz. 2 saat, 3 saat, 4 saat onu unuda bilmirsiniz. Aşıqlik. Bu ilgidir. Sadəcə Ama maraq bir var. gün geçir, 2 gün geçir, 3 gün geçir unudursunuz. Ama 5 gün geçir, 15 gün geçir, 55 gün geçir. Siz onu unuda bilmirsiniz. Bunun adı sevgidir. Ama sevgiyle bir duygudur ki o mütləq qarşılıq istəyir. Mütləq qarşılığını istəyir. Əgər o qarşılığı ala bilmirsə, bu hətta dosta sevgidir, bir qadının bir kişiyə sevgisidir insanın. O qarşılığı ala bilmirsə, o sevgi azalmağa başlayır içdə. Bu egoizmlə üzərində qurulmuş sevgidir. Bu sevginin Əsl fəlsəfəsidir. sevgi qurban gedən Yok, o sevgi değil artık. Eğer siz karşılıq gözləyir, əvvəl o qarşılığını almayınca o duyğu zəifləməyə başlayır. Bax buna sevgi deyirlər. Amma o qarşılığını almadan ne kadar istəyirsiniz ki o sizi sevməsin, sizə Cəfa nifrət çəkdirsin, etsin, incitir. ne olur olsun, siz sevməkdən vaz keçmirsinizsə bunun adına eşq deyirlər. Həzrət Mevlana bilirsiniz nə deyirdi? Deyirdi səni özəl qılan sevdiyin deyil. O obyekt değil. Səni özəl qılan sevgindir. Yəni içindəki o sevgidir. Bir də bunun 4-cü qatı gəlir. Hələ biri də var. Buna vəcd qatı deyirlər. O vəcd qatına dünyada nadir insanlar, evliyalar, böyük Allah dostları yaxınlaşa bilir. Orada nə mən varsan, nə sən var, nə obyekt var. Orada sadəcə tərtəmiz sevgi var. Ondan başqa heç nə yoxdur. O kimə olan bir gün sevgidir? Həzrəti Mevla, Həzrət Şəms küsür gedir. Ayrılır, gedir. Həzrət Mevlana çox əziyyət çəkir. Gəlir onu tapır, qapısını döyür. İçərdən səs gəlir. Kimsən? Deyir mən. Deyir get. Sən mən olanda gələrsən. Aylar keçir, gəlir bir də qapısını döyür. Deyir kimsən? Deyir sən. Deyir indi gələ bilərsən. Ona görə eşq başqa bir şeydir. İndi gənclərimiz bəzən ilgini eşq sanırlar. Eşq çox başqa bir şeydir. Və eşq bu qatlardan keçmədən də yaradana eşqə gedə bilməzsən. Yaradana eşq o qatlardan keçərək gedilə bilər. O təmənnasızlıq. Bu təmənnasız sevginin yer üzərində 2 örnəyi var. Bunun biri
Yaradanın sevgisidir. Çünkü Yaradan bizi təmənnasız sevir. İkincisi də ana sevgisidir. Əsl ana sevgisi. Əsl ana sevgisi. O insanlar arasında Qənirə xanım da varmı? Allah nəsib etsin deyəlim. Siz hansı qatına qədər gedib Onu mən deyə çata bilmərəm. Onu mən deyə bilmərəm hansı qatda ola bilərəm. Onu Allah nəsib etsin ki, biz də o qatları belə deyək də uğurla keçə bilərək ona qovuşmağımızı vüslat kimi qəbul edə bilək ki, biz də uzaq gəldik. O Həzrətim Şəmsin gözəl bir sözü var. Bir gün görür ki, bir axund gənclərə dərs keçir, qorxuzur. Deyir ki, onu etməsəniz, bunu etməsəniz, Allah sizi cəhənnəmdə yandıracaq. Belə etməsəz, Allah sizi cəhənnəmdə yandıracaq. Onu etməsəz, Allah sizi cəhənnəmdə yandıracaq. Onu soruşacaq, bunu soruşacaq. Baxır, deyir, hoca deyir, Allah insana deyir, o qədər sual verməz. Allah insana sadəcə bir sual verər. Qulum, mən bütün ömrüm boyu səndən idim. Sən kiminlə idin? Çətin sualdır. Həyat budur ki, sən gedəndə mən hər zaman bilirdim ki, sən mənimləsən. Bunu hər zaman hiss etdim. Mən də hər zaman səninlə idim deyərək, bax o vüsulata qovuşa bilmək, bu hər adama qismət olmur. Ona görə də bugün insanlara, gənclər üçün də deyirəm, hər bir sahənin peşəkarı olmaq olar. Amma peşəkar olmaqla bərabər insan olmağı da düşünsünlər. Bugün ailələrimizdə mənim xoşuma gəlməyən bilirsiniz nə var? Valideynlər deyir, uşağım yaxşı yemək yesin, gedim bazardan meyvələrin yaxşısını alım, ət, hər şey bişirim, fiziki sağlam olsun, paltarların yaxşısını alım, geyinsin, ona soyuq dəyməsin, fiziki möhkəm olsun. Amma insan bir var fiziki sağlamlıq, bir də var mənəvi, ruhi sağlamlıq. Ailələrimizin böyük əksəriyyəti o fiziki sağlamlıq qədər hər gün ki, uşağıma 3 dəfə yemək yesin, soyuqdan qorunsun. Gündə ən azı 3 dəfə mənəvi və ruhi sağlamlığı üçün bu uşağa nə verilir? Tərbiyə, kitab, oxumaq, öyrənmək. Baxın, bu günləri mən hər zaman deyirəm, gedin və məni ən çox bəzən də üzən o evlər, o ailələrdir ki, gedirəm ev, baxırsınız ki, evdə nələr yoxdur. Sadəcə bir qabın qiyməti bəlkə nə qədər, amma o evin bir dənə kitab şkafı yoxdur. Əgər o evdə kitab şkafı yoxdursa, mən o ev mənim gözümdə dünyanın ən kasıbıdır. Təbii ki. Amma o evdə sadəcə 2 otaq varsa, amma o evin gözəl kitab şkafları varsa, kitabı varsa, o mənim üçün dünyanın ən zəngin evidir. O uşaqlar hardan görəcəklər? O uşaqlar o xrustal belə qablarla o zəngin mənəvi ola bilməz. O uşaqlar o kitabları vərəqləyərək, oxuyaraq, öyrənərək, özünü axtararaq, araşdıraraq zəngin ola bilərlər. Ona görə ailələrimiz... Sizcə, problemin kökü nədədir? Baxın, biz həqiqətən kitab xəstəsiydik və mən indiyə qədər yeni kitab kəşf edirəm. Ben sizin kitablara ad kimi baxırdım ki, ben bunların hansı Qənirə xanımın əlinə ala biləcəm, oxuyum deyə. Ailələr. Mənim atam çox işləyirdi. Mənim atam məktəb direktoru idi. Şəhər Sovetinin deputatı idi. Üzərində çox məsuliyyətlər var idi. Axşam evə gəlirdi. Amma mənim atam 5-ci sinifdə oxuyan qızı ilə Anna Kareninlə müzakirə edirdi. Yəni, vaxt ayırmaq lazımdır. Və otururdu, məndən soruşurdu. Qızım, səncə nə? Və mən atamla Tolstoydan çox ciddi küstüyüm atama. Haqsız da Tolstoy niyə öldürdü Annanı? Və atam otururdu, məndən onu müzakirə edirdi. Mən 6-cı sinifdə atamla Dostoyevskinin İdiot əsərini müzakirə edirdim və atam məni ciddi şəkildə dinləyirdi fikirləri. Bu günləri sizin bugün valideynlər, mənim işim var. 2 saat, 3 saat teleserialların qabağında oturub onunla məşğul olduğuna, evladları ilə kitab, evladına da get kitab oxu demək yox. Oxuduğunu bir söhbət eləyəcək. Dost olacaq. Dost olacaq. Onunla söhbət eləyəcək. O dünyanı öyrənəcək. Kömək eləyəcək en azından. İnsan olmağı öyrənəcək. Bir də mənim atamın bir sözü vardı, yaxşı deyirdi ki, tərbiyə deyirdi, sözdə olmaz, əməldə olar. Uşaq baxar ki, atanın, ananın dediyi sözü ata-ana özü əməl eləyirmi? Hər bir insan düşünməlidir ki, hər gün mən nəyə faydalıyam? Nə üçün? Mən
özümə, ailəmə faydalıyam, ətrafıma nə qədər faydalıyam, cəmiyyətə nə qədər faydalıyam, dövlətə, millətə. Amma bu daxili dialoq adamı incitmir, dəli eləyir. Səni inkişaf elətdirir. Çünki bəzi psixologlar daxili dialoqdan imtina eləməyə çağırırlar, deyirlər o sizi məhv eləyə bilər. Əksinə, siz yadınızda saxlayın, bəraət verici, hər şeyə bəraət özündə verici insan və toplum heç zaman inkişaf eləyə bilməz. Siz hər zaman başınıza gələn hər böyük problemin, yaşadığınız hər şeyin səbəbini başqalarında görsəniz, heç zaman inkişaf eləyə bilməzsiniz. Mən də inkişaf eləyə bilərəm. Toplum da belədir. Hər zaman özünüzü bilirsiniz, mən sizə yalan danışa bilərəm bəlkə, allada bilərəm. Amma vicdanımı alladanmaram. Özümüzü allada bilmərəm. Və ən ağır hesab vermək insanın özünə verməyidir. Mən belə baxıram ki, onsuz da tələfkar xanım idiniz. Çünki tələfkar olmasaydınız özünüzə qarşı, ətrafdakılarınıza qarşı siz bu boyda karyera yolu keçməzdiniz. Və indi də sizin fəlsəfənizin daha da dərinləşməyi və sonunda mən üzərində qurulmağı və bütün səbəb nəticəni özünüzdə axtarmağınız mənə belə başa düşdüm ki, daha da sizi tələfkar eləyib. Çünki bu yaxında sizin ananızın bir müsahibəsini oxudum, Tehran xanım. Onun sizinlə bağlı suallarında təbii ki, son olaraq anaya verilən sual nə olacaq? Qızınızı nə vaxt, belə deyək də, ailə həyatı qurmağa təhrik edirsinizmi, nəsə deyirsiniz? Onun bir kəlmə sözü oldu ki, o mənə görə, o deyəsən hələ ruh əkizini tapmayıb. Mən onu deyir, necə bu işə təhrik eləyə bilərəm? İndi baxıram ki, sizin ruhunuz o qədər daha da cilalanıb ki, siz belə geçsə, həqiqətən çox çətin olacaq. Özəl həyata girmək, bunlar mənim tabularımdır. Çünki mən insanların özəl həyatlarını cəmiyyət içərisində danışılmasının tam əleyhinəyəm. Nədən? Çünki iki şey var. O toxunulmazdır. Əgər siz ona toxundurmağa icazə versəniz, onunla bazarlıq edilməsinə icazə versəniz, sizin üçün müqəddəs heç nə qala bilməz. Həm də özəl olmaz. Bunun biri Allahla münasibətdir. İnsanla Allah arasındakı münasibətlər onun öz arasında olmalıdır. Bunlar cəmiyyətdə müzakirə olunmamalıdır. Ona toxunmağa icazə verməməlisiniz. İkincisi, bu sizin ailənizdir. Özəl həyatınız ailənizdir. Buraya toxunmağa icazə verməməlisiniz və bununla da alver edilməsinə icazə verməməlisiniz. Baxın, bəzən insanlar var. Ay Allah, oğlum instituta girsin, qurban kəsəcəm deyir. Şərt kəsirlər. Bu Allahla bazarlıq deməkdir. Belə çıxır ki, o instituta girməsən, sən qurban kəsməyəcəksən. Gerçəkdən mi düşünürsən ki, Allahın sənin qurbanına ehtiyacı var, onu sənə verib? Mənim qızımı filan kəsin oğluna verim. Atası filan yerdə vəzifədədir. Oğluma filan kəsin qızını alım, onun filan yerdədir. Evladı ilə, ailəsi ilə bazarlıqdır. Mən sizə sual verirəm. Allah və ailəsi ilə bazarlıq edən dostla bazarlıq etməzmi? Edər. Vətənlə bazarlıq etməzmi? Torpaqla bazarlıq etməzmi? Etməzmi? Çox rahatlıq. Ona görə də o iki şeyi hər zaman toxunulmaz saxlamaq lazım. Nədən insanları biz belə xəstə etməliyik ki, insanlar başqalarının həyatına bu qədər maraqlı olsunlar? Məgər maraqlı olacaq mövzular yoxdur? Yox, var. Bugün cəmiyyətdə o qədər ciddi mövzular var ki, cəmiyyətimizi biz onlara maraqlı etməliyik ki, nəinki insanlarımız bunun ailə həyatlarına burnunu soxacaq qədər maraqlı olsunlar və bundan da zövq alsınlar. Amma bir açıq həqiqət də var ki, əks cins nümayəndələri kişilər adətən çox işgüzar xanımlardan biraz da olsa çəkinirlər. Və bəlkə də elə bu qədər ağıllı olduqları üçünmü, dərakəli olduqları üçünmü onlara bata bilməyəcəklərini və yaxud aldada bilməyəcəklərini gözlərini göstərən alırlar. Mən hesab edirəm ki, bu zəiflik əlamətidir. Güclü insan heç zaman güclüdən çəkinməz. Güclü insan hər zaman istəyər ki, onun yanında güclü insan olsun. Onun yanında olsun, ağılı ilə, fikri ilə, dəstəyi ilə. O zəif adamlara xasdır. İstəyir qadın olsun, istəyir kişi olsun. Zəif insanlar yanında güclünü istəməzlər.
Çünkü güclünü idarə etmək çətindir. Təbii O ki. zəifliyinlə Bax, anladıb idarə o etmək. zəifliyindən güclünü idarə etmək istəyəcəksə, bunu mümkün deyil. İdarə edə bilməyəcək. Bu insanlar mülkiyyət təfəkkürü ilə baxır evliliyə. Hesab edir ki, o necə ki bazardan konfet, meyvə, paltar, maşın alırsınız, sizin mülkiyyətinizdir. Evliliyə də mülkiyyət kimi baxır. Evliliyə paylaşma kimi baxmır. Evlilik paylaşmadır. Evlilik sayğıdır, paylaşmadır. Bərabərlik. Bəli. Və sizin bir mənəvi olaraq bir qızınız var. Mənəvi qızlığa götürmüsünüz. Fidan adlı. Mən belə bir məlumat götürdüm, oxudum. Yox, bu mövzuya da toxunmayaq. Aha. Bu mövzuya da Yaxşı. Və ən son sizin haqqınızda yayılan xəbər, ajitajı səbəb olmuş xəbər, sizin sağ ikən, yəni bu gənc yaşınızda artıq vəsiyyət etməyiniz idi və sözün düzü o vəsiyyətin mətni mənə qəribə gəlmədi. Şəxsən mən də hardasa bir 10 il öncə mən bu haqda evdə deyəndə eyni vəsiyyətlə bağlı fikrimi bölüşəndə məni evdə ciddiyə almadılar. Siz də bunu necə qarşıladılar? Normal. Mən ölümü bir neçə dəfə boynumun arxasında hiss etmiş insanam. Və mən də bir gün, hansısa bir gün bu dünyadan köçəcəm. Və mənim həyatda ən böyük istəyim ondan ibarətdir ki, mən bu dünyadan köçəndə də, son anında da insanlar üçün faydalı ola bilim. Bu dünyadan köçəndə də edə biləcəyim ən gözəl faydalı iş o ola bilər ki, mən öz orqanlarımla, onlar torpağın altında çürüməkdənsə, bir neçə ailə ki, gözü yaşlıdırlar, valideynlərinin, özlərinin gözü yaşlıdır, gəncdir, yaşamalıdır o orqanla, qoy onlar yaşasınlar. Mənim orqanlarım onları yaşadacaqsa, bu mənim dünyadan köçdüyüm zaman edəcəyim ən gözəl iş ola bilər. Mən də istəyərdim ki, həqiqətən də biz hamımız belə xoş fikirlərlə yaşayaq. Bəlkə bizim fikirlərin də bir rolu var. Çünki fikir axı maddiləşir. Gəlin onda hamımız yaxşı şeylər fikirləşək, insanların hamısının humanist olduğunu fikirləşək. Çünki həqiqətən sizin bu qədər humanist olmağınız insanda bir yaşam istəyi, həvəsini də artırır. İnşallah ki, daha ölüm haqqında şeirlərinizi görməyəcəyik. Yox, şeirlərim ölüm haqqında çox azdır. Həyat haqqında daha çox yazıram. Bu məqamda bir neçə misralıq şeirdən də desəniz, onunla da bu tam poeziyaya girmiş əhvalımızı da tamamlayardıq. Özünüzün ürəyinizdən gələn hansı bir şeir varsa. Bu ana şeiridir. Bunu bir gecə yazmışdım, sabaha yaxın. Bu gecə yata bilmədim ana. 36 yaşın qorxusu vardı içimdə. Məni 37-yə aparan gecənin səhərində soyuq var. Üşüdüm ana. Bütün gecə səsin gəldi qulaqlarıma. Keçmişdən səsin gəlirdi. Böyük qızım, yeri qızım, dil aç qızım deyirdin. Böyüdüm ana. Tarixin ən amansız illərində böyüdüm. Dil açdım ana. Həyatın ən çətin yollarında yeridim ana. Amansızca vuran oldu. Yıxılıb qalxdığım oldu. Qalxdım qalxmağına. Amma canım çox ağrıdı. Qəlbim çox ağrıdı ana. Sən mənə bu dünyada qadın olmanın belə çətin olduğunu deməmişdin axı. Ayaqların üstündə durmaq, namusunla yaşamaq, haqq bildiyini söyləmək istəsən, qadın olmanın bədəli çox ağırmış ana. Sən mənə belə deməmişdin axı. Heç kimə göstərmədim göz yaşlarımı, içimə axıtmağı öyrəndim ana. Xoşbəxtliyi oynamağı, ürəyim ovcumdaykən başım dimdik gəzməyi, məni vuranları sevindirməmək üçün yıxılmamağı öyrəndim ana. Yalandan gülməyi elə öyrəndim ki, gülməyin əslini unutdum. Xoşbəxtliyi oynamağı elə öyrəndim ki, xoşbəxtlik necə olur əslində, unutdum. Bu gecə səsin gəlirdi qulaqlarıma. Mənə nağıl danışırdın. Xeyrin həmişə şərə qalib gələcəyini deyirdin. Mən düz 36 il xeyrin qələbəsini gözlədim. Şər qalib gələndə ağladım ana. Sənin nağılların belə qurtarmırdı axı. Səni dinləyirdim ana. Biri vardı, biri yox deyirdin. Mənim nağılımda biri yoxdular, daha çox oldu axı. Böyüdüm ana. Daha o qız deyiləm, ağrı və göz yaşları ilə böyüyən qadınam. Yadındam ana, Kəbə yolu gedirdik. Sən sakitcə dua eləyirdin. Birdən səndən kimə dua etdiyini sordum.
üzümə baxıb ana olanda anlarsan dedin. Mən ana olmadım ana, amma səni az da olsa anlaya bilirəm. Arxamdan vuran dostları, qəlbimi verdiyim sevgilinin ögey baxışlarını görəndə anladım ana, sən söykənə biləcəyim tək varlıqsan. Sevincimi bölüşdüm səninlə, amma üzülməyəsən deyə kədərimi bölüşmədim ana. Kədərimdən əzilməyəsən deyə əslində kədərimi tək sən gördün. İlk sevdam daşa dəyəndə məni təkcə sən anladın. Mən səndə gördüm insanı anlamağın necə səssiz olduğunu. Sevdiyim mənə sən mənim heç nəyimsən deyəndən 5 dəqiqə sonra sən mənə sən mənim hər şeyimsən demişdin. Sən mənə bunu deyəndə mən sənin deyil, onun hər şeyi olmaq istəyirdim. Amma həmişə belə oldu. Yanımda həmişə sən oldun ana. Sənin gözlərində qəzəblərin ən gözəli olurdu kimlərsə məni ağladanda. Gözlərində alovların ən qaynarı olurdu kimlərsə məni aldadanda. Qaçqınların yurt həsrətini, atılmış körpələrin göz yaşlarını içimdə hiss elədim. Talidən yarımayanların ürkək baxışlarını içimdə hiss elədim. Savaşda itirdiyim dostlarımın gözlərini, arzularını, xəyallarını heç unutmadım ana. Məni ağrılar böyütdü, daha güclü oldum ana. Gəncliyin, eşqin, sevdanın dadı ağrılarda, savaşlarda itib getdi. Sonra sevdanı tanıyanda o artıq məndən qaçırdı. 37 yaşıma çatdım ana. Tonqala atılan Jannadan, vətən uğrunda kirin başını kəsən Tomrisdən, İskəndərə ədalət dərsi keçən Nüşabədən, sevgi şəhidi Leylidən daha çox yaşadım ana. Amma nə Tomris ola bildim, nə Nüşabə, nə Janna. Leyli də ola bilmədim ana. Amma əvəzində sənin hər şeyin oldum. Məni uşaqlığıma aparana. Sonu xoşbəxtliklə qurtaran nağıllar danış. Biri varları çox olsun. 37 yaşımın ilk sabahını sənin nağıllarına inanaraq açmaq istəyirəm ana. Sənin nağıllarına inanaraq açmaq istəyirəm ana. Çox sağ olun, minnətdaram. Danışmadığımız mövzu, girmədiyimiz qəlbimizin güşəsi qalmadı. Mən də kövrəltdiniz əməli başda. Mən istəyərdim ki, növbəti dəfə bizim görüşümüzdə Qənirə xanım şeirində, anasına ünvanlanan şeirində bu şeirdə dediyinin tamamilə əksini yazaraq. Yox, mən bu şeiri qızlarımızın, qadınlarımızın dilində yazdım. Biz cəmiyyət olaraq qadınlarımıza daha çox dəstək olmalıyıq, incitməməliyik. Bu günləri bir yerə gələn qadınlarımız bədəl ödəyərək gəlir. Qadınlarımıza bədəlləri ödətməməliyik. Son olaraq istədim arzumu çatdırım. Yəni mənim sizə xanımın xanıma olaraq bir arzusu, sizə tam yetmədiyiniz, əgər varsa ürəyinizdə o sevginin qatlarıdır, o qadın səadətidir və son nəhayət ananızın qarşısında olan öhdəlikləriniz varsa, onları hələ fikrinizdə tutmuşsunuz ki, bunu eləməliyəm. Bunları ödəməyə Allah sizə ömür versin. Amma mənim həyatdakı ən böyük arzum şəhid verdiyim sinif yoldaşlarıma verdiyim sözdür. Onları qəbrə qoyduğumuz zaman, onların üzərinə torpaq atdığımız zaman onlara verdiyim sözdür ki, mən Allahdan hər zaman ona çatmağı dua eləyirəm ki, Allah mənə o günü nəsib etsin ki, biz torpaqlarımızı işğaldan azad edək, Ali Baş Komandanın rəhbərliyi ilə bir millət olaraq mənim həyatda ən böyük arzum o torpaqlarımızı işğaldan azad görmək, oradan torpaq götürmək və verdiyim sözü yerinə yetirmək ki, mən o torpaqları işğaldan azad edəndə oradan torpaq gətirib sizin qəbrinizin üstünə tökəcəm, rahat yatın deyə. İnşallah. Bu tək sizin deyil, bu bütün Azərbaycan xalqının mənə görə məncə hər bir vətəndaşın ən böyük arzusudur. İnşallah sizin simanızda bizim hər birimizin bu arzusu nəhayət tezliklə gəlsin, çatsın və biz hamımız öz torpaqlarımıza gedək, qovuşaq və heç bir şəhidlərimizin, sizin sinif yoldaşlarınızın timsalında bütün şəhidlərimizin qanı... Bütün şəhidlərimizi Allahdan
rəhmət diləyirik. Diləyək və onların ailələrinə hər zaman onlar başımızın tacıdır deyirik. Hər zaman başımızın tacıdır. və inşallah gəlin onda bu arzu ilə sağollaşaq ki, növbəti dəfə biz bu müsahibəni eləyəndə artıq bu qələbəmizi Xan kəndində Amin eləyək. inşallah. Və Amin ən inşallah. böyük arzumuz bir gün Cıdır düzündə Amin eləyək bu inşallah günü. olsun. Sağ olun. Təşəkkür edirəm. Minnətdaram ki, bu təşəkkür dəyərli edirəm. vaxtınızı bizimlə də bölüşüb, bizə də vaxt ayırdınız və əminəm ki, tamaşaçılarımız sizi tam bir başqa profildən, tam bir başqa rakursdan gördülər, tanıdılar və həqiqətən də bu bir başqa aləmdir və mən bu aləmlə tanış olduğum üçün də şadam. Çox təşəkkür edirəm. Təşəkkür edirəm. Və sonda isə siz tamaşaçılara təşəkkürümü bildirirəm. Sizinlə növbəti cüməyə qədər sağollaşıram. Sizinlə mən idim Ülvi Alovlu. Növbəti təqdimata dək.